Əhalini təşvişə salan zənglərlə bağlı açıqlama. Daxili İşlər Nazirliyi bu nömrələri araşdırır. Sosial şəbəkələrdə 9990 və 7770 nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb. Reportun məlumatına görə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlardan müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb. Hazırda Daxili İşlər Nazirliyinin Aidiyyatı Baş İdarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsusi olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.